21 iyun 1984-cü ildə Gürcüstanın Azərbaycanlıların kompakt şəkildə yaşadığı Borçalı, daha dəqiq desək, Qardabani rayonunun Candar kəndində anadan olan Zabit Səmədov uşaqlıqdan döyüş idman növlərinin həvəskarı olub. 90-cı illərin əvvəllərində hamı kimi o da Jean-Claude Van Damme'ın kinolarını böyük həvəslə izləyib və onun kimi olmaq arzusunda olub. Ailəsi ilk vaxtlarda onun bu istəyinə qarşı olsa da, inatkarlığı öz sözünü deyib. Atası onu 9 yaşında kickboksingə yazdırıb və hər şey də buradan başlayıb. İlk böyük yarışına 14 yaşında qatılıb. Rəqiblərin böyük və kiçiyə ayrılmadığı Respublika çempionatında yarımfinala qədər irəliləyən qəhrəmanımız bu mərhələdə 25 yaşlı döyüşçünü məğlub edib. Finalda uduzması ona yaman pis təsir edib. Hətta karyerasını bitirmək də istəyib. Daha döyüşməyəcəyəm, zədələndim, ayağımı əzdim, gözümün altını qaraltdılar. Cəmi 2 gün istirahətdən sonra bu qərardan əsər əlamət yox idi. Zabit Səmədovun dünyaya məşhur ləqəbi Maqlidir. Niyə məhz bu adın ona verilməsinin hekayəsi də maraqlıdır. İş ondadır ki, məşqçisi keçmiş SSR ölkələri arasında peşəkarlar arasında Thai boks üzrə ilk dünya çempionu Dmitri Piaseczkinin uşaqlıqda ən sevimli qəhrəmanı məhz Maqli olub. Tələbəsini döyüş cəngəlliklərinə düşmüş qarayanız uşağa bənzədən mütəxəssis bu ləqəbi seçib. Tezliklə ad azarkeşlərin də rəğbətini qazanıb və ona uğur gətirib. Uzun illər Belarusun şərəfini qorumuş döyüşçü sonradan vətəni Azərbaycan üçün ringə çıxmağa başlayıb. Zabit Kabir Dünya Grand Prix'sinin qalibi və mükafatçısı, Avropa Grand Prix'sinin gümüş mükafatçısı, Rules Kick turnirinin qalibi, Açıq Macarıstan çempionatının qızıl medalçısı, Muay Thai döyüşü üzrə 2 qat dünya çempionu, kickboks üzrə Avropa çempionu, Thai boks üzrə dünya və Avropa çempionu, dünya kubokunun sahibi, kickboks üzrə Kristal kuboku və Heydər Əliyev kubokunun qalibidir. Ayrı-ayrı döyüşlərdə, müxtəlif kiçik turnirlərdə qazandığı qələbələr və titulları sıralamaq üçün bizə vaxt yetməz. Döyüş idmanında demək olar ki, bütün növlərində gücünü sınayan və uğur qazanan Səmədov bu baxımdan ideal nümunədir. Hətta o bir əfsanədir desək yanılmarıq. Zabit heç vaxt rəqibindən qorxmur. Ringə yalnız qələbə üçün çıxır. Tərz olaraq müdafiə tərəfdarı deyil. Döyüşlərində həmişə birinci planda olmağı xoşlayır. Xoşbəxtliyi hücumda axtarır. Zabit Səmədov ringdə yalnız güc yox, həm də ağılın qalibiyyəti apardığını sübut etmiş idmançıdır. Gürcüstanda doğulub, Belarusda boya başa çatmasına, həyatının böyük hissəsini orada keçirməsinə baxmayaraq, heç vaxt əsl vətənini unutmayıb. Çıxdığı döyüşlərdə Azərbaycan bayrağı həmişə yanında olub.